Salam dəyərli YouTube kanalı izləyicilərim, hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Bugün olduqca çox maraqlı bir mövzu haqqında danışacağım. Çoxdandır hər kəsin müzakirəsinə səbəb olan və hətta imtahanda istifadə olunmuş mövzulardan olan parçanın xarici görünüşündəki qüsurların növləridir. Bir parçanın sirri yalnız gözlə görünən qüsurlarda deyil, həm də onun yaradıcısının diqqətində və sevgisində gizlidir. Bu sirri çözməyə birlikdə başlayaq. Hər bir parçanın ümumilikdə qüsurları iki əsas kateqoriyaya bölünür. Yerli qüsurlar və yayılmış qüsurlar. Yerli qüsurlar dedikdə, parçanın müəyyən bir hissəsində rast gəlinən və geniş sahəyə yayılmayan qüsurlardır. Misal olaraq, ləkələr, deşiklər və yırtıqlar, ipliklərin atlanması, buna boş toxunma da deyilir, toxunma xətaları, düyünlü ipliklər və s. Bunlar hər biri yayılmayan qüsurlardır. Bir də var ikinci kateqoriya yayılmış qüsurlar. Yayılmış qüsurlar isə parçanın daha geniş sahəsində əhatə edir və ümumi keyfiyyətinə ciddi təsir göstərir. Buna misal olaraq sıxlıq fərqləri, zolaqlanma, rəng fərqi, dalğalanma və deformasiya, tikişlərin boşalması, bütünlükdə sərt və yumşaq toxuma və s. misal göstərmək olar. Və əsas olaraq parçanın xarici görünüşündə və keyfiyyətinə təsir edən əsas nöqsanlar vardır ki, bunlarda da ərişsiz yer, yəni əriş seyrəkliyi və arğac seyrəkliyi əsas götürülür. Ümumilikdə götürəndə çeşidlər boldur. Burada parçanın toxunmayan yerin olmasıdır, əriş ilgəyidir, toxunmayan əriş sapıdır, arğac ilgəkliyidir, qoşa əriş sapıdır, arğac yığını və s. Hətta arğac döyməsi, əriş döyməsi deyilən qüsurlar, nöqsanlar da vardır ki, yəni belə götürükdə ümumilikdə hər biri bir-birinin təkrarıdır. Yəni geniş əzbərlənəcək bir şey deyil, nağıl xarakterlidir. Yaxşı olar ki, onların hər birini öyrəndikdə, onların şəkillərinə baxa-baxa öyrənəsiniz. Ola bilər ki, imtahanda şəkil olaraq salına bilər, amma nağıl olaraq salınacağını düşünmürəm. Ona görə yəni əsas burada sizə yer vermişəm iki əsas qüsurun öyrənilməsinə. Bu əriş seyrəkliyi və arğac seyrəkliyidir. Gəlin birinci əriş seyrəkliyinin nöqsanlarından, mənfi və müsbət cəhətlərindən danışaq. Ümumilikdə götürdükdə ərişsiz yer toxuculuq prosesində əriş ipliklərinin olmaması nəticəsində parçanın üzərində yaranan boşluq və ya boş toxunmuş sahədir. Bu toxuma prosesində baş verən texniki səhvlərdən qaynaqlanır ki, bu da parçanın keyfiyyətinə mənfi təsir göstərir. Ərişsiz yerin yaranma səbəbləri dəzgahın səhv tənzimlənməsi, keyfiyyətsiz ipliklərdən istifadə edilməsi, əriş ipliklərinin qırılması və ya toxunmaya qoşulmaması, toxunma texnologiyasında səhvlər və s. misal göstərmək olar. Keyfiyyətsiz ipliklərdən istifadə əsas meyarlardan biri olaraq götürülür. Gərilməyə davam etməyən, zərif və nazik ipliklər tez-tez qırıldığından parçanın bəzi hissələrində toxunma prosesdə düzgün getmir. Bu da əsaslı surətdə qüsur yaratmış olur ki, və ən əsas qüsurlardan biridir ki, hətta istehsalat üçün yararsız belə edə bilir həmin parçanın toxunmasını. Yəni bütöv bir sahənin zəhmətini boşa vermiş olur. Və yaxud da dəzgahın səhv tənzimlənməsi. Toxunma zamanı əriş və arğac ipliklər arasında balans pozğunluğu, bəzi sahələrdə əriş ipliklərini toxunmamasına gətirib çıxardır. Bu da əsas yəni işi pozan cəhətlərdən biridir. Əriş ipliklərinin əsas yəni düzgün sıx toxunması bir parçanın düzgün istehsalat üçün yararlı olmasına gətirib çıxardır. Yəni ümumilikdə götürəndə biz bilirik ki, bir parçanın toxunmasında əsas işi görən əriş və arğac toxunmasıdır. Ona görə də əsas parçanın toxunmasına diqqət yetirməliyik ki, bu sahələrdə gedişatlarda səhvlik olmasın. Bundan başqa ərişsiz yerin parçaya təsiri isə belə ola bilər ki, parçanın zəifləməsinə səbəb olur. Çünki əriş iplikləri parçanın əsas dayağıdır. Uzununa gedən sapdır, əsas dayağı hesab olunur.
Dizayn və keyfiyyəti pozulur. Belə ki, naxış və ya toxuma quruluşunu qeyri-bərabər görünə bilər. İstehsalat zamanı ciddi qüsurlar hesab edilir. Keyfiyyətsiz məhsul kimi təsnif olunur. Və yaxud da ki, ondan başqa ərişsiz yerin qarşısını almaq üçün nə etmək olar? Bu zaman isə bəzi müsbət cəhətlərimiz vardır ki, onlara xüsusi diqqətli olmaq lazımdır. Bunlara misal olaraq ipliklərin keyfiyyətini yoxlamaq, düzgün seçmək lazımdır. Dəzgahın gərginlik tənzimləməsinə mütəmadi nəzarətdə saxlamaq lazımdır. İstehsalat zamanı vizual və mexaniki nəzarəti artırmaq lazımdır. İşin gedişatının, yəni düzgün cəhətlərindən biri ən vacib budur. İkinci ən geniş yayılan qüsurlarımızdan biri isə arğac seyrəkliyidir. Yəni arğacsız yer deməkdir. Arğac seyrəkliyi toxuma prosesində arğac ipliklərinin lazımi sıxlıqda toxunmaması və aralarındakı məsafələrin qeyri-bərabər olması nəticəsində yaranan qüsurdur. Bu da parçanın ümumi görünüşünə, keyfiyyətinə mənfi təsir göstərir. Arğac seyrəkliyinin yaranma səbəbləri isə dəzgahın yenə səhv tənzimlənməsi, arğac ipliklərinin qeyri-bərabər yerləşdirilməsi, iplik gərginliyinin düzgün tənzimlənməməsi, mexaniki nasazlıqlar, keyfiyyətsiz iplik seçilməsi və sair kimi qüsurları göstərmək olar. Yəni gördüyünüz kimi bütün sahələrdə, istər ərişdə olsun, istər arğacda olsun, səbəb eynidir. Meyar olaraq səbəb eynidir. Ona görə də bu kimi qüsurları aradan qaldırmaq üçün birinci nasazlıqlara səbəb olacaq səhvləri bir daha təkrarlamamaqdır. Və arğac ipliklərinin qeyri-bərabər yerləşdirilməsi dedikdə, toxuma prosesində arğac ipliklərinin lazımi sıxlıqda toxumadıqda seyrəklik sahələr əmələ gəlir. Və bu da bunun əsas səbəbi isə dəzgahın səhv tənzimlənməsidir. Yəni bəzən adi bir səhv böyük bir istehsalatda istehsal olunan xam malın yararsız olmasına gətirib çıxardır. Bu kimi nüanslarda xüsusi diqqət etmək lazımdır ki, keyfiyyətsiz məhsul başa gəlməsin. Arğac seyrəkliyinin parçaya təsiri bir neçə xüsusiyyətlərlə nəzərə çarpır. Buna da misal olaraq istehsalatda ciddi qüsurlar hesab edilir. Belə parçalar aşağı keyfiyyətli sayılır və çıxdaş edilə bilir. Yəni yararsız olduqda onu heç nəyə istifadə etmək mümkün olmur. Və yaxud da ki, parçanın mexaniki möhkəmliyini azaldır. Vizual olaraq qeyri-bərabər görünüş yaradır. Parçanın mexaniki möhkəmliyinin azalması ilə seyrək toxunmuş hissədə tez cırılır və bu da parçanın yararsız olmasına bir növ əsas səbəblərdən biri olur. Ondan sonra arğac seyrəkliyin qarşısını almaq üçün isə nə etmək lazımdır? Gəlin əsas meyarlarla tanış olaq. Burada isə birinci ipliklərin gərginliyini düzgün tənzimləməliyik. İplik keyfiyyətinə nəzarət etməliyik. İstehsalat prosesində vizual nəzarəti artırmalıyıq. Dəzgahın düzgün tənzimlənməsinə ilk növbədə diqqət yetirməliyik. Arğac ipliklərin ötürülmə, sürəti və sıxlığına nəzarətdə saxlamalıyıq. Bu da birbaşa dəzgahın düzgün tənzimlənməsindən asılıdır. Arğac ipliklərinin toxunma prosesində yeni gərginlikdə olmalıdır. Yəni gərginliyin düzgün tənzimləmədikdə arğac ipliyin toxunma prosesi də gərginlik baxımından dəyişmiş olur. Bu da toxunmanın sıxlığına, nizamlı düzülüşünə bir növ səbəb olmuş olur. Ona görə bu kimi nüanslara xüsusi diqqət yetirməlidir. Qaldı ki, parçanın digər yaranan qüsurlar. Onlar da yəni belə götürdükdə hər biri bir-birinin təkrarıdır. Heç vaxtınızı almaq istəmirəm bunlarla. Bir də orada hər bir parçanın izahında, məsəl üçün ipək və pambıq parçaları sonda verib ki, birinci növ geyimlərdə, ikinci növ geyimlərdə, üçüncü növ geyimlərdə. İndi bunun haqqında biz növbəti dərslərimizdə keçəcəyik. Geyimlər ümumiyyətlə növ olaraq 3 yerə bölünür. Birinci növ, ikinci növ və üçüncü növ. Yəni bunlar da çeşidlərinə görə əsasən ayrılır. Buna yəni yaxşı olar ki, növbəti dərslərimizdə daha geniş izah eləyəcəm bu mövzular haqqında. Ona görə heç bunun haqqında sizə izah hazırlamadım. Amma belə qısa olaraq da deyim ki, məsəl üçün birinci növ geyimlər deyildikdə əsasən üst geyimləri, jans geyimlər, rahat geyim, tişörtlər,
Yəni bu kimi geyimlər nəzərdə tutulur. Ondan sonra məsələn ikinci növ geyimlər dedikdə artıq xüsusi hazırlanmış geyimlər nəzərdə tutulur. Üçüncü növ geyimlərə isə idman çeşidində hazırlanmış rahat geyimlər nəzərdə tutulur. Yəni bunlar haqqında növbəti dərslərimizdə daha izahlı verəcəyik. Sadəcə sizə qaranlıq qalmaması üçün istədim bir-iki cümlədə buna aydınlıq gətirim. Diqqətinizə görə təşəkkür edirəm müəllimlər. Hər birinizə uğurlar arzulayıram. Yəni dediyim kimi əsas əriş və arqa saplarının gedişatını öyrənin. Bir də parçada yerli və yayılmış qüsurları öyrənsəniz sizin üçün kifayətdir. Əsas yəni bu dərsdə öyrənəcəyiniz testlərdə salacağım suallarda parçaların yaranan qüsurların şəkilləri olacaq. Yəni ona görə şəkillərə mütləq baxın. Bu testə salmasam da quizlərdə mütləq istifadə edəcəm bu kimi suallardan ki, imtahanda sizə göz yaddaşı olaraq yadınızda qalmış olsun. Hər birinizə uğurlar arzulayıram.